Mənzil kommunal istismar sahələri ilə bağlı yeniliklər var. Daha doğrusu bu fəaliyyət növünün təkmilləşdirilməsi, idarəetmədə şəffaflığın və göstərilən xidmətlərin keyfiyyətinin artırılması ilə bağlı Nazirlər Kabineti yeni qərar qəbul edib. Qərara əsasən bu sahədə fəaliyyət göstərən qurumlar məhdud məsuliyyətli cəmiyyət formasında yenidən təşkil olunacaq. Mənzil kommunal istismar sahələri əsasən çox mənzilli yaşayış binalarının istismarı, saxlanması, su, kanalizasiya, istilik və elektrik kimi kommunal sistemlərin işlək vəziyyətdə olmasına cavab verdilər. Bunlarla yanaşı sakinlərdən kommunal ödənişlərin toplanması və bir sıra təsərrüfat xidmətləri də mənzil kommunal istismar sahələrinin fəaliyyətinə daxildir. Bəs qəbul edilən yeni qərar bu sahədə nəyə dəyişəcək? Yığımlarla bağlı konkret istiqamətləri müəyyən etmək, yaşayış və qeyri-yaşayış sahələri ilə bağlı xidmətə görə yığımların məbləğinin Nazirlər Kabineti tərəfindən müəyyən olunması, eyni zamanda təbii ki, bu sahəyə bilavasitə rayon icra hakimiyyətlərinin daha ciddi şəkildə nəzarət etməsini özündə ehtiva edir. Uzun illərdir ki, vətəndaşları düşündürən əsas suallardan biri də bu sahəyə həm dövlət büdcəsindən ayrılan vəsaitlərin, həm də vətəndaşlardan toplanan sosial ödənişlərin şirkətlər tərəfindən necə və hansı istiqamətlərdə xərclənməsidir. Çünki burada söhbət həm də fəaliyyətin təşkili zamanı bir sıra xidmət istiqamətləri üzrə elektronlaşdırmanın tətbiq olunması, yığımların elektron qaydada həyata keçirilməsi, müraciətlərin elektronlaşması və müraciətlərə cavabların onlayn qaydada cavablandırılması və sair məsələlər öz əksini tapır. Əksər hallarda bəzi sakinlər şirkətlərin fəaliyyətini qənaətbəxş hesab etmədiklərini və ya fəaliyyətin qanunsuz olduğunu əsas gətirərək ödəniş etməkdən imtina edirdilər. Lakin qəbul edilən yeni qərar bu sahədə mövcud olan boşluqları aradan qaldırmaqla yanaşı, maliyyə və idarəetmə proseslərində şəffaflığın təmin olunmasına xidmət edəcək. Yeni qərar mənzil kommunal istismar sahələrinin fəaliyyətində ciddi dəyişiklik vəd edir. Bundan sonra bu qurum tərəfindən toplanılan vəsaitlərin hara xərclənməsi aydın görsənəcək. Eyni zamanda gəlir və xərclərin şəffaf formada aparılması, elektron hesabatın tətbiqi elə illərdir sakinləri narazı salan problemin həllinə bir cavab olaraq qiymətləndirilir. Qərara əsasən, mənzil kommunal istismar sahələrinin gəlir və xərclərinin çoxu daha dəqiq mexanizmlərlə aparılacaq. Bu isə sakinlərdən toplanan vəsaitlərin hansı istiqamətlərə xərcləndiyini açıq şəkildə imkan verəcək. Bu proses müsbət nəticələrə gətirib çıxara bilər. Həm idarəetmədə vahid idarəetmə xidmətinin standartlaşdırılmasına gətirib çıxara bilər, nəzarətin yaxşılaşdırılmasına gətirib çıxara bilər. Həm də eyni zamanda xüsusən də ödənişlərin toplanması, ödənişlərdə şəffaflaşma kimi məsələlər ortaya çıxa bilər. Mütəxəssislər bildirir ki, yeni qərar bu sahəyə nəzarəti gücləndirmə ilə yanaşı həm idarəetməni təkmilləşdirəcək, həm də kommunal xidmətlərin keyfiyyətinə müsbət təsir göstərmiş olacaq. Yeni qərar Bakı və Naxçıvan istisna olmaqla ölkənin bütün rayon və şəhərlərini əhatə edəcək. Rəşad Vəkiloğlu, Əfqan Bayramov, Space xəbər.